بسم الله الرحمن الرحيم. اللهم نبهني فيه لبركات أسحاري، ونور فيه قلبي بضياء أنواري، وخذ بكل أعضائي إلى اتباع آثاري، بنورك يا منور قلوب العارفين، برحمتك يا أرحم الراحمين. Mübarək Ramazan ayının 18-ci gününün duası. İlahi, öz nurunla məni bu ayın səhərlərinin bərəkətlərindən agah et. Bugün qəlbimi həmin ayın nuru ilə işıqlandır və bütün bədən üzvlərimi bu ayda olan gözəl əməlləri yerinə yetirməyə məmur et. Ey qəlbləri nurlandıran Allah!